Bunu da qeyd edib. Bu heç də təsadüfi deyil əlbəttə ki. Dəyərli izləyicilər, biz artıq vurguladıq, önəmli məsələlər var. Ən önəmli məsələ isə Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni açıqlamasıdır və bu açıqlamada müəyyən məsələlər vurgulanır. Artıq cinayət işi ilə bağlı araşdırmanın da aparıldığı qeyd edilir. Əlbəttə ki, hesabatın daha geniş formasının dərc edildiyini görürük bu dəqiqələrdə. İndi istəyirik ki, bu proseslərlə əlaqədar geniş təhlillərə keçək və həmin təhlillər içərisində suallarımızın cavablarını axtarmağa çalışaq. Bu mənada studiyamızın qonağı həm söhbətimiz isə Milli Məclisin üzvü Sevil Mikayılovadır. Sevil xanım, xoş gördük sizi, xoş gəlmisiniz. Xoş gördük. Sevil xanım, ilk olaraq istəyirəm ki, elə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlaması üzərində başlayaq təhlillərimizə. Məlumat verildi, aralıq araşdırma nəticələri təqdim edilir və məsələ burasında biz bir neçə gündür danışırdıq ki, nəyə görə tam olaraq istintaqın sonu ilə bağlı məlumat dərc edilmir və yaxud da ki, əgər tamamlanmayıbsa, harada dayanıbsa, problem haradadır, harada geniş araşdırmaya ehtiyac varsa, onunla bağlı da məlumat ötürülməlidir Azərbaycan tərəfə deyə. Bununla əlaqədar məlumat məhz bugün gəldi Qazaxıstandan. İlkin dəyərləndirmələrinizi almaq istəyirəm. Cinayət işinin açılması ilə bağlı bəzi məsələlər də burada qeyd olunub və daha sonra isə detallı şəkildə davam edək. Əslində, Azərbaycan tərəfi qəza baş verən günü bunun cinayət olduğunu bir mənalı şəkildə bildirmişdi. Yəni, bununla bağlı müxtəlif versiyalar irəliyə sürülürdü. Bildiyiniz kimi, mühərrikin nasazlığından tutmuş, burada quşun təyyarənin pərinə çırpılması və ümumilikdə daxildə pilotların nəzarəti itirməsi, idarəetməni itirməsi, yəni bu kimi bir neçə versiya üzərində qarşı tərəf istəyirdi ki, məsələ ilə bağlı manipulyasiyalar etsin, amma Azərbaycan tərəfi ilk gündən təyyarənin vurulduğunu, onun qəzaya uğramadığını, vurulduğunu bəyan etdi. Çünki bunun üçün əlavə şərhə də ehtiyac yox idi. Təyyarənin üst qabığında dəlik izləri var idi və bu da aydın şəkildə göstərilirdi ki, təyyarə kənardan müdaxilə nəticəsində idarəetməni itirmişdi. Təbii ki, burada digər istintaq addımlarının atılmasına da ehtiyacı var idi və bununla bağlı Azərbaycan tərəfinin təkidi ilə komissiya yaradıldı. Və komissiya üç tərəfli qaydada işləməli idi. Burada beynəlxalq tərəfinin də iştirakçılığı istənilirdi. Beynəlxalq aviasiya təşkilatının və bütün bu tərəflərlə birlikdə tam şəkildə detallı istintaq işi aparılmalıdır. Amma nə üçünsə üstündən bir il keçib, kifayət qədər böyük müddətdir. Ən azı ilkin istintaq məlumatlarının verilməsi düşünürük ki, daha məqsədə uyğun ola bilərdi. Amma bir ildən sonra biz Qazaxıstan tərəfindən artıq aralıq belə də istintaqın nəticələrini görürük və çox vacibdir ki, orada cinayət işinin başlanması ilə bağlı bir müddəa keçir. Bu o deməkdir ki, artıq dəlillərin toplanması, elə Rusiya tərəfindən alınmış cavablar, eyni zamanda şahid ifadələri bunu deməyə əsas verir ki, bu cinayət hadisəsidir, təyyarə vurulubdur, o belə deyək, idarəetməni sadəcə olaraq itirdiyi üçün qəzaya uğramayıbdır. Ona görə də bu məsələ ilə bağlı artıq digər mühüm addımların atılması, növbəti addımların atılması mərhələsinə qədəm qoyur. Sevil xanım, çox önəmli bir məsələ qeyd olunur. Hazırda istəyirəm ki, onu da oxuyaq detalların içərisində. Vurgulanır ki, araşdırmanın gedişi barədə məlumatlar araşdırma başa çatana qədər üçüncü şəxslərə açıqlanmır. Aviasiya hadisəsinin araşdırmasının yekun müddəti bütün təyin olunan tədqiqatların və işlərin başa çatma vaxtından asılı olacaq. Hadisənin səbəbləri və onu təşviq edən amillər, həmçinin uçuş təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda təqdim ediləcək. Bəzi məqamlar vurgulanır cinayət işi məsələsi ilə bağlı, diqqətimizi çəkdi, onu təhlil etdik, amma son olaraq bildirilir ki, daha detallı məlumatlar isə üçüncü şəxslər tərəfindən, yəni onlara bəlli edilməyəcək, verilməyəcək həmin detallar və yekun artıq işlər başa çatdıqdan sonra biz istintaqın nəticələrini görəcəyik. Əlbəttə ki, bir illik müddət tövsiyə olunur deyə açıqlamalar gəlmişdi Azaldan. Məhz bu bir illik müddətdə müəyyən bir nəticələr verilməlidir. Bugün nəticələr verildi, amma verilən nəticələrdə də detalların bildirilmədiyi, detalların paylaşılmadığını gördük. Siz nə düşünürsünüz? Tam olaraq problem nədədir? Hansı istiqamətdə araşdırmaların geniş şəkildə aparılmasına ehtiyac var? Nəyə görə bu proses bu qədər ləngir? Əslində bir daha qeyd edək ki, beynəlxalq aviasiya qanunlarına görə prosesin bir ildən çox çəkməsi də mümkündür. Amma tövsiyə edilən bir ilin sonundadır araşdırmaların nəticələrinin təqdim edilməsi. Sizcə hazırda prosesdə ləngimələr nə səbəbə görədir?
İlk növbədə söyləmək lazımdır ki, yəni xatirinizdədirsə, Rusiya tərəfindən biz qeyri-adekvat addımların atıldığını gördük qəza baş verdiyi ilk dönəmdə və tamamilə fərqli versiyalar irəliyə sürülürdü və ümumilikdə qəzanın məhz Aktauda baş verdiyini səbəb gətirərək onlar bir sıra məlumatlarla bölüşmək istəmirdilər. Yəni bu fakt olaraq qalırdı. Sonra isə bildiyiniz kimi onun Ukrayna tərəfindən hücuma məruz qaldığı ilə bağlı da bir versiya ortaya sürüldü. Yəni Kovyor xalça rejiminin elan olunması ilə bağlı da versiya irəliyə sürülmüşdü və digər yəni məsələlər var idi ki, bütün bunlar söylənilən o bir il müddətində prosesi lazımi səviyyəyə çatdırmaq üçün yəni imkanları məhdudlaşdırdı. Amma biz düşünürük Mariya Zaxarovanın bugünkü açıqlaması, xüsusilə qeyd etməsi ki, Rusiya tərəfi bütün istintaq tərəfindən, yəni Qazaxstanda aparılıb bildiyiniz kimi, Qazaxstan tərəfindən gələn bütün suallara cavab ünvanlayıbdır və biz düşünürük ki, bu cavablar əsasında komissiya nəhayətdə yəni öz qərarını söyləyəcəkdir. O ki, qaldı bir ildən çox çəkməsi məsələsinə, yəni bunu bəlkə normal qəbul etmək olar, amma məsələ burasındadır ki, burada çox düşünüləsi bir məqam da yoxdur. Yəni, bilirsinizmi, əşya-i dəlil var, vurulmuş təyyarəni nəzərdə tuturam. İndiki müasir dönəmdə təyyarənin bütün koordinatları da aydındır, onun trayektoriyası hara uçub, hara qayıdıbdır və səs yazıları, qara qutusu var. Hətta pilotların müraciət edərək enmək üçün Rusiya tərəfindən icazə istəmələri və buna icazəni almamaları faktı da var ki, bu da düşünürəm ki, Beynəlxalq Aviasiya Təşkilatı tərəfindən nəzərə alınması bir məqamdır. Bu özü də beynəlxalq razılaşmaların pozulması deməkdir. Yəni, bu təşkilata üzv olan dövlətlər o norma və prinsiplərinə də uyğun olaraq, yəni qəza anında və yaxud da belə deyək ki, ekstraordinar hallarda addımlar atmalıdır. Yəni bu da olmayıbdır. Gördüyünüz kimi, yəni bir çox məsələlər var ki, əslində yəni bizim üçün, əgər bizi üçüncü tərəf hesab edirlərsə, bizim üçün açıq qalır. Amma istintaqın özünün də gedişinin sirləri var. İstintaqın yəni gedişi prosesində müəyyən məsələləri açıqlamaq təbii ki, düzgün olmaz. Sırf obyektivliyin təmin olunması üçün. Çünki bir sıra hallarda biz görürük istintaq prosesinə təsir göstərmək istəyən tərəflər də olur. Ona görə də yəni bunu da müəyyən mənada yəni hardasa haqq qazandırmaq olar. Amma bizim üçün önəmli olan o deyil. Bizim üçün önəmli olan istintaqın obyektiv aparılması, araşdırmaların sonadək aparılması və bütün açıq qalan suallara Azərbaycan tərəfindən yönləndirilmiş, onların hamısına cavab verilməsi. Bildiyiniz kimi təyyarədə 67 nəfər Sevil xanım, çox üzr istəyirəm. Vaxtımız azdır. İstəyirəm ki, bütün məsələlərə biz yer verək, hansı ki, dəyərləndirmələrimizə. Zaxarovanın açıqlamasını təqdim etdik müzakirəmizə keçməzdən öncə. Bizə ünvanlanan bütün sorğulara cavab vermişik kimi bir açıqlaması oldu. Yəni, Rusiya tərəfindən mövqe bildirildi. Biz bir neçə gündə artıq təyyarə qəzası ilə əlaqədar yekun istintaqın hansı formada olması, nəyə görə cavab verilmir, hansısa bir məlumat paylaşılmır, Rusiya tərəfinin öhdəliklərinin yerinə yetirilməməsi məsələsi ilə bağlı danışırıq. Bu detalları geniş şəkildə danışırıq və Zaxarova indi açıqlamasında deyir ki, bizə ünvanlanan bütün sorğulara cavab vermişik. Necə başa düşək bu açıqlamanı? Əslində buna qədər bu məsələ ilə bağlı Rusiya tərəfinin bir bəyanat verməməsi özü də qaranlıq məsələləri üzə çıxardıbdır. Yəni, yaxşı olardı ki, buna bağlı Azərbaycan tərəfi çox təpqili bir mövqe tutur. Çox belə deyək ki, tələbləri də var, haqlı tələbləri və yaxşı olardı ki, yəni buna qədər Rusiya tərəfi proseslərlə bağlı Azərbaycan tərəfində məlumatlandırardı. Sadəcə olaraq belə deyək ki, off record vəziyyətinə gətirmək, heç nəyi söyləməmək, hər şeyi belə, yəni axı qarşı tərəfdə də suallar açıq qalır. Ona görə də proseslərlə bağlı mütəmadi məlumatlandırılmaya ehtiyac var, onu söyləmək lazımdır. Amma çox diqqət çəkən bir məqam Zaxarovanın bəyanatında heç kəsin şübhəsi olmasın ifadəsidir. Yəni, bizdə şübhələr həddindən artıq çox olubdur buna qədər. Çünki bir il müddətində bildiyiniz kimi biz axtardığımız suallara cavab tapmamışıq. Biz istintaqın başa çatmasını bir il qutarıbdır, amma ki, buna bağlı məlumatlar almamışıq və ümumilikdə aralıq məlumat da bugün, yəni düz bir il keçəndən sonra hadisədən bugün Qazaxstan tərəfindən, istintaq komissiyası tərəfindən bəyan edilibdir. Ona görə də Azərbaycan tərəfinin şübhələri də yerlidir. Azərbaycan tərəfinin tələbləri
ərəbləri də haqlıdır və düşünürük ki, 42 nəfər vətəndaşının həlak olduğu bir qəzanın hüquqi qiymətləndirilməsi Azərbaycan tərəfinin təbii ki, haqqıdır. Və ona görə də biz sadəcə olaraq vaxtın bu qədər uzadılmasından narahatıq. Biz düşünürük ki, bu proses ümumilikdə iki tərəfli münasibətlərimizə də bu və ya digər şəkildə kölgə salan məqamlardan biridir. Ona görə də yəni, bu hadisələ bağlı istintaqı uzatmaq və yaxud da ki, onun nəticələrini məxfi saxlayırıq deyib istintaqın nəticələrini elan etməmək, proseslə bağlı ümumilikdə heç bir ictimai açıqlamalarla çıxış etməmək, düşünürük ki, bu özü də ümumilikdə yəni, hər halda ən azı yaxşı olmayan hal kimi dəyərləndirilir tərəfimizdən. Ona görə də yaxşı olardı ki, proseslərin sürətləndirilməsi ilə bağlıdır. Rusiya tərəfində, elə Qazaxıstan tərəfində də bir istək olsun. Və Sevil xanım, hazırda həmin o Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında yeniliklər var, yeni detallar açıqlanıb. İstəyirəm ki, dəyərli izləyicilərimizin nəzərinə çatdıraq. Belə ki, Embraer 190 tipli Azərbaycan Airlines aviaşirkətinə məxsus Bakı-Grozny reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunan tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinin müddəalarına uyğun olaraq aviasiya hadisəsinin araşdırılmasının yeganə məqsədi gələcəkdə oxşar halların qarşısını almaqdır deyə açıqlamada bildirilir. Qurum qeyd edir ki, Nəqliyyat Nazirliyi tərəfindən yaradılan aviasiya hadisələrinin araşdırılması komissiyası tərəfindən aparılan araşdırma ilə yanaşı Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən cinayət işi üzrə istintaq da aparılır. Aviasiya hadisəsinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunan tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əks olunacaq deyə həmin açıqlamada vurğulanıb. Biz artıq bu məsələ ilə bağlı geniş şəkildə danışdıq Sevil xanım. Məhz bayaqda qeyd etdiyimiz kimi hələ ki yekun nəticə olmadığı üçün detallar açıqlanmır və vurğulanır ki, artıq bütün məsələlər detallı şəkildə araşdırıldıqdan sonra da yekun istintaq nəticələri artıq təqdim ediləcək. Bunu da vurğuladıq. Sevil xanım, digər bir məsələ var, əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətləri məsələsidir. İndi bizim vaxtımız az olduğu üçün region prosesləri ilə bağlı geniş danışmaq istəyirik. Bu mənada Azərbaycan-Ermənistan münasibətlərinə də toxunmağın yeridir və Nikol Paşinyan açıqlamalarında biz önəmli məsələlərin, önəmli başlıqların yer aldığını gördük. Mesajlar önəmli idi. Artıq biz Azərbaycan-Ermənistan arasında sülh gündəliyi istiqamətində atılan addımların şahidi oluruq ki, burada ticarət əlaqələri bərpa edilir. Dəmir yollarının bərpası ilə bağlı Nikol Paşinyanın Rusiya müraciətini gördü, müraciətlə əlaqədar da yeni açıqlamaları, detalları bildirdi. Məhz elə bu məsələlərlə bağlı dünən Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfəri zamanı sakinlərlə görüşündə də mühüm mesajlar verildi və sülhlə əlaqədar danışdı Prezident İlham Əliyev. İstəyirəm ki, həmin açıqlamaya da nəzər salaq, daha sonra təhlillərlə davam edək. Dəyərli izləyicilər, məhz Prezident İlham Əliyev Ermənistan sülh prosesinin təşəbbüskarının Azərbaycan olduğunu vurğuladı və Ağdam şəhərinə köçən sakinlərlə görüşündə bunu bildirdi. O qeyd etdi ki, bunu hamı bilir və bilməlidir. Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və ora salınan bütün maddələrindən müəllifi də bizik. Ancaq biz işğalı necə unuda bilərik? Şəhidlərimizi necə unuda bilərik? Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik? Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Sevil xanım, dövlət başçısı açıqlamalarında həm də sanksiyalar məsələsinə toxundu. Çox önəmli bir məsələ idi. O mənada qeyd etdi ki, Ermənistana işğal dönəmində sanksiyalar tətbiq edilmədi. Elə buna görə də Ermənistan işğalı davam etdi. Həqiqətən də Ermənistan kiçik dövlətdə, əslində o qədər də böyük bir maliyyə imkanlarına malik bir ölkə deyil. Əgər bu sanksiyalar tətbiq edilsəydi, mənzərə tamamilə başqa cür olardı, dedi İlham Əliyev. Həqiqətən də bu çox önəmli bir məqamdır. İstəyirəm ki, təhlillərinizi də bu yöndə alaq. Əslində, cənab prezidentin söylədiyi çox açıq bir mesaj ondan ibarətdir ki, nə üçünsə Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq birlikdə yekdil bir münasibət olmadı. Və bizim müqayisə aparmaq üçün bir sıra keyslər var ki, onlara baxa bilərik. Elə biz Rusiya və Ukrayna arasında gedən müharibəyə baxsaq, bugün Ukrayna torpaqları da işğal altındadır. Amma beynəlxalq birlikdən biz hansı münasibəti görürük? Amma Azərbaycan əraziləri işğal altında olanda isə çox sakit davranırlar və cənab prezident çox doğru
doğru olaraq 1992-ci ildə yaradılmış Minsk qrupunun bədnam fəaliyyətini də qeyd etdi ki, əslində bir protokol xarakterli təşkilat idi və bu təşkilat təşəbbüslərlə çıxış etməli idi. Elə sanksiyaların həyata keçirilməsi ilə bağlı mən düşünürəm ki, ATƏT-in Minsk qrupu özü bir təşəbbüs irəli sürməli idi. Çünki madəm ki, tərəfləri danışıqlar masasına dəvət etmişdi və danışıqlar masasında tərəfləri sülhə məcbur etmək istəyirdi. Belə olan təqdirdə niyə görə öz üzərinə düşən missiyasında sona qədər anlamadı ki, hansısa bir təşəbbüskarlıq da onlarda olmalı idi. Və biz hətta zaman-zaman Ermənistana maliyyə yardımlarının edilməsi, baxmayaraq ki, o aqressiv ölkə idi, Azərbaycan ərazilərini işğal altında saxlayırdı və ümumilikdə işğalçı və işğala məruz qalan tərəf arasında heç bir fərqin qoyulmaması, bu özü də ağrılı bir məsələ idi və bu ikili standartlar o vaxta qədər davam etdi ki, Azərbaycan tərəfi artıq anladı ki, bu danışıqlar özü-özlüyündə mənasızdır. Danışıqlar prosesi kifayət qədər sinik bir şəkildə aparılır, sadəcə olaraq status quo-nu qorumaq üçün və bugün artıq Azərbaycan nümunəsi onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar da öz fəaliyyətlərində artıq daha məhsuldar olmağa çalışmalıdırlar, daha prinsipial olmağa çalışmalıdırlar. Çünki zaman göstərir ki, belə kiçik hesab etdikləri konfliktlərə bu cür etinasız münasibət nəticə etibarilə ümumilikdə dünyada gedən proseslərdə də öz əksini tapır. Və əgər Azərbaycan məsələsində, Azərbaycan torpaqlarının işğal altında olması məsələsinə beynəlxalq birlik tərəfindən cənab prezidentin söylediyi kimi yekdil və net bir münasibət göstərilsəydi, sanksiyaların həyata keçirilməsi, işğalçının adı ilə çağırılması, ona fərqli bir davranışı nümayiş etdirilməsi. Əgər belə bir hadisə, belə bir halla biz rastlaşsaydıq, onda nə düşür ki, Gürcüstan torpaqlarının işğal altında olması, eyni zamanda bugün Ukraynada baş verən proseslər, yəni bunların da qarşısını bu və digər şəkildə almaq mümkün olardı. Yəni sadəcə olaraq o pis presidentlərin yaradılması və cəzasızlıq sindromunun artıq beynəlxalq gündəlikdə hökmran vəziyyətinə gətirilməsi nəticədə əlbəttə ki, müharibələr üçün intriqalar yaratdı. Səliha xanım, çox üzr istəyirəm. Elə bu müharibələr məsələsinə toxunduğunuz bir neçə müqayisəniz də oldu. Prezident İlham Əliyevin digər bir önəmli açıqlaması var. Ona da diqqət yetirək, daha sonra təhlillərimizə davam edək. Belə ki, bugün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq olunsaydı, əlbəttə ki, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilməli, əksinə onlara bəziləri pulsuz silahlar verirdi. Özü də 1 milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Bəli, Sevil xanım, önəmli bir məsələyə toxundu. Prezident İlham Əliyev əslində bir neçə cümlə dediniz bununla bağlı və sanksiyalar müxtəlif ölkələrdəki məsələlərlə bağlı, münaqişələrlə əlaqədar olaraq paralel şəkildə dəyərləndirdiniz. Həqiqətən də bir qədər də bugününə baxaq istəyirəm məsələni. Ona görə ki, hələ də biz Azərbaycana münasibətdə yenə də ikili standartı görürük. Bir xatırlatsaq elə Avropa İttifaqı və Ermənistan arasındakı strateji tərəfdaşlıq gündəliyinin imzalanması heç də uzaq keçmiş deyil, bir neçə həftə öncəsində idi. Bu proseslərin hələ də davam etməsi əslində sülhün həmçində qarşısına bir əngəldir, elə deyilmi? Yəni, indi sülh prosesi elə bir istiqamət alıb ki, ora əngəl törətmək qeyri-mümkündür, biz düşünürük. Çünki tərəflər artıq sülh müqaviləsini paraflayıblar. Amma ümumilikdə isə biz bu cür, bilirsinizmi, ikili münasibətin göstərilməsi, ikili standartların tətbiq olunması, ümumilikdə işğalçı ölkəyə qarşı bu cür pozitiv bir mövqenin göstərilməsi ilə cənab prezidentin söylediyi kimi milyardlarla dollarlıq hərbi texnikanı işğalçı ölkəyə vermək əslində nədən xəbər verirdi? Və eyni zamanda biz 2020-ci ildə Qarabağı qazandıqdan sonra, işğaldan torpaqlarımızı azad etdikdən sonra eyni şəkildə biz Ermənistanın hərbiləşdirilməsini görürük və hərbi texnika ilə intensiv şəkildə təchiz olunmasını görürük ki, bu özü özlüyündə də əlbəttə ki, yenə də ədalət
prinsipinin pozulmasına işarə edir. Sevil xanım, son dəqiqə bir önəmli xəbərimiz var. İstəyirəm onu təqdim eləyək. Dəyərli izləyicilər, Zaxarovadan digər bir açıqlama gəlib. Belə ki, bugün Azərbaycan hava yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı faciədən düz bir il keçir və bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Bu bizim bölüşdüyümüz bir faciədir. Təyyarə qəzasında Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşları həlak olub. Qırğızstan vətəndaşları isə yaralanıb. Biz yaxınlarını itirənlərin hamısının ağrı və kədərini tam bölüşürük deyə o əlavə edib. Zaxarova qeyd edib ki, dekabrın 24-də Groznoda baş verən təyyarə qəzasının il dönümündə həmin faciə qurbanlarının xatirəsini ucaldılan abidənin açılış mərasimi keçirilib. Eyni zamanda Zaxarova Azalın sərnişin təyyarəsinin vurulmasına görə Ukraynanı da itham edib. O iddia edib ki, fəlakətin əsas səbəbkarı Ukraynadır və Rusiyanın mülki infrastrukturuna pualardan istifadə edərək terror hücumları eləyib. Hadisədən dərhal sonra Rusiya və Azərbaycan liderləri telefonla danışıblar. Daha sonra 2024-cü il dekabrın 28-də Rusiya prezidenti Azərbaycan Respublikasının prezidenti ilə telefon danışığında ölkəmizin hava məkanında baş verən faciəli hadisəyə görə rəsmi olaraq üzr istəyib deyə Zaxarova vurğulayıb. Sevil xanım, istəyirəm bu istiqamətdə davam edək. Əslində düşənbədə də Vladimir Putin qeyd etdi, Prezident İlham Əliyevlə görüşdə bir daha xatırlatdı üzr istədiyini, amma üzrlə bərabər Rusiyanın öhdəliyində olan digər məsələlər də var. Kompensasiyanın ödənilməsi məsələsi hazırda önəmlidir və cinayətkarların cəzalandırılması. İndi biz detallarla bağlı danışdıq Qazaxıstan Nəqliyyat Nazirliyinin təqdim etdiyi istintaq, aralıq istintaqın nəticələri ilə əlaqədar məsələdə, amma bunların cəzalandırılması da Rusiya tərəfinin öhdəliyinə düşür. Bu məsələlərlə bağlı isə hələ də addım gözlənilir. Verilən bu açıqlamalar nəyə kifayət edir deyə bilərik? Bilirsiniz, Azərbaycan suveren ölkədir və bir suveren ölkənin hava xətlərinin təyyarəsini vurmaq, onun, yəni söylədiyimiz kimi 67 nəfər insan əziyyət çəkibdir. Burada həlak olanlar var, yaralananlar var. Və bundan sonra sadəcə olaraq üzrxahlılıqla məsələni belə deyə həll etmək axı qeyri-mümkündür. Bəli, bu jest olaraq müsbət dəyərləndirilir. Bu o deməkdir ki, qarşı tərəf baş vermiş qəzada öz günahını anlayır. Amma prosesi sona çatdırmaq üçün və obyektiv istintaqı sonuçlandırmaq və bu insanların haqqını, bu ölkənin suveren hüquqlarını belə deyək, qarşılamaq üçün axı bu yetərli deyil. Və Azərbaycan tərəfinin əslində istəyi nədən ibarətdir? Mütləq şəkildə istintaq, az əvvəl də qeyd etdiyim istintaq başa çatdırılmalıdır. Hadisəyə hüquqi qiymət verilməlidir və hüquqi qiymət verildikdən sonra həm kompensasiyaların ödənişi, Azalın kompensasiyası dövlətə olan ödəniş, eyni zamanda təyyarəndə olan sərnişinlərin və ekipaj üzvləri onların kompensasiya ödənişlərinin aparılması bu çox vacibdir. Yəni Azərbaycan onsuz da baş vermiş hadisədə öz vətəndaşlarının lazımi təchizatını həyata keçirib, biz bunu söyləmişik. Ancaq axı dövlətlərarası münasibətləri tənzimləmək üçün mövcud olan qaydalar və mexanizmlər var və istintaqı başa çatdırmaq və bunun nəticələrini də hüquq çərçivəsində yerinə yetirmək təbii ki, dövlətlərin üzərinə düşən məsuliyyətdir. Və biz yenə də ümid edirik ki, bu məsələdə, bu qəzada günahı olanlar öz hüquqi məsuliyyətlərini anlayacaqlar. Çox sağ olun Sevil xanım. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün və önəmli dəyərləndirmələrinizə görə. Dəvətiniz üçün çox sağ olun.